Herkese salam. Bugün buraxılış imtahana düşmüş bir neçə sualın izahını edəcəm sizə. Bu suallar natural ədədlər mövzusu ilə bağlıdır. Birinci suala baxaq. M natural ədədini 5-ə böldükdə qalıqda 3 alınır. M kvadrat üstəgəl 6M üstəgəl 5 ədədini 5-ə böldükdə qalıqda neçə alınır? Fikirləşək. 5-ə bölünən ən kiçik ədəd nədir? 5-in özü. Və qalıqda 3 alınır deyirsə, deməli üzərinə 3 gəlirik. 5-in üstünə 3, 8. M ədədini 8 olaraq qəbul edirik və verdiyi ifadədə M-in yerinə 8 yazırıq. M-in kvadratı, yəni 8-in kvadratı, üstəgəl 6 vur M, yəni 6 vur 8, üstəgəl 5. Hesablayaq. 8-in kvadratı 64, 6 vur 8, 48 və üzərinə 5. İfadənin qiyməti 117-dir. Və bizdən soruşur ki, 5-ə böldükdə qalıqda neçə alınır? 5-ə bölmə əlamətinə görə bilirik ki, ədədin 5-ə tam olaraq bölünməsi üçün sonu 0 və ya 5 ilə qurtarmalıdır. Və 117 ədədinin sonu isə 7 ilə bitir. 7-ni 5-ə böldükdə qalıqda 2 alınır. Sualın cavabı B variantı. Növbəti bir suala baxaq. Diaqramda verilmiş A ədədinin sadə vurğularının sayını tapın. Diaqrama diqqətlə baxsaq, görərik ki, verilmiş vurğular, müxtəlif sadə vurğular ilk vurğu 2 olaraq verib və sayı isə 3 dənədir. Yəni A ədədinin yazılışında 2-dən 3 dənədir. Qüvvət şəklində yazırıq. Yəni hər bir vurğunun sayı neçədirsə onun üzərində yazırıq. Vurulsun 5 vurğundan 4 dənədir. 5 üstü 4 və 7 vurğundan 5 dənədir. Və 7 üstü 5. Bu şəkildə yazıq. Sadə vurğularının sayını tapın soruşur bizdən. Sadə vurğuların sayı ilə qüvvətdə yazılmış ədədlərdir. Bunları topladıqda sadə vurğularının sayını verir bizə. Yəni 3, 4 və 5. Bunların cəmini tapmalıyıq. 3, 4 və 5-in cəmi 12. Növbəti bir sual. 300 ədədinin neçə sadə vurğu var? Bunu tapmaq üçün biz əvvəlcə 300 ədədini sadə vurğulara ayırmalıyıq. 300 2-yə bölünür 150, 150 2-yə bölünür 75, 75 3-ə bölünür 25, 25 5-ə bölünür 5, 5 5-ə bölünür 1. Və sadə vurğularının sayını tapmaq üçün bu hissədə yazılmış ədədlərin sayını tapırıq. 1, 2, 3, 4, 5. Deməli 300 ədədinin 5 dənə sadə vurğu var. Dördüncü sual. A bölünsün B bərabərdir 7 bölünsün 3 nisbətində olan 2 natural ədəd üçün əbob 5 olarsa əkob AB-ni tapın. Deməli AB nisbəti verilib bizə və biz bilirik ki, kəsri ixtisar edəndə onun sürətlə məxrəcini əboba ixtisar edirik, bölürük yəni. Yəni A və B ədədlərinin hər ikisini 5-ə bölüblər və cavab olaraq 7-nin 3-ə nisbəti alınıb. Onda A ədədi neçədir? A ədədini 5-ə böldükdə 7 alınıb. A ədədi 35-dir. Və B ədədini 5-ə böldükdə 3 alınıb. Onda B ədədi 15-dir. Və bizdən əkob tapmağımızı istəyir. Bilməyənlər üçün deyirəm ki, əkobu tapmaq üçün əvvəlcə ədəd sadə vurğularına ayrılır. Sadə vurğularına ayırdıq. Ondan sonra böyük ədədi seçirik. Yəni, böyük ədəd 35-dir burada. Özünə çatmayan vurğu qəbul edir. Baxın, 5 35-in özündə var. Ona görə 5-i götürmürük. Amma 3 35-in sadə vurğuları içərisində yoxdur. Deməli, 35-i 3-ə vurmalıyıq. 105. Və sualın cavabı C variantı. Növbəti sualımız isə qalıqlı bölmə ilə əlaqəlidir. X bölünsün 13 bərabərdir 5 və qalıq Y olarsa, X-in hansı qiymətində qalıq ən böyük olar? Deməli, qalıqlı bölmənin belə bir şərti var ki, qalıqlı bölmədə qalıq mütləq böləndən kiçik olmalıdır. Və bölən burada 13 veribsə, deməli, qalıq 1-dən başlayıb 12-yə qədər qiymətlər ala bilər və yekun olaraq ən axırıncı 12-ni ala bilər. Yəni, qalıq ən böyük dediyinə görə biz də ən böyük qalığı götürürük və X-i tapmalıyıq. Və qalıqlı bölmədə bölünəni tapmaq üçün böləni qismətə vurub üzərinə qalığı gəlməli. Yəni, X-i tapmaq üçün 13-ü 5-ə vurub, üzərinə qalığı, yəni 12-ni gəlməliyik. 13-ü 5-ə vurduq, 65. 65-in içinə 12 gəldi, 77. Deməli, bölünən ən böyük 77 olarsa, qalıq da ən böyük, yəni 12 olar.